əzmək, sındırmaq, zəiflətməklə onun üzərində hakimi mütləq olmaq yox. Güc o toplumu böyüdə bilməkdir, o toplumdan dəyər yarada bilməkdir. Çünki biz kimlərlə müttəfiq olsaq belə, hansı millətlərin masasında, böyük güclərin masasında sayğı görsək belə, xalqımız olaraq biz bu mədəni mozaikada bir yerimiz olmasa, bir gücümüz olmasa, bir dəyərimiz olmasa dünyada, bir dəyər istehsal eləyə bilməsək, bizim lideri, heç bir liderimizdə o böyük uğurlu siyasətçi hesab edilməyəcək. Çünki ən böyük dəyər məhz təbii ki, toplumumuzun ciddi naqislikləri var. Bunu da etiraf eləməliyik və bu tənqidi eləməliyik. Amma bu toplumun da o qədər günahı yoxdur, çünki o təlimlərə məruz qalmayıb. Dövlət ona dəstək verməyib. Plus elitanı qırıblar. Rusiya xüsusən elitanı qırıb. Yəni, naqislik deyəndə nəyə nəzərdə tutursunuz? Məsələn, istənilən Rusiyada, bu da açıq danışmaq lazımdır, istənilən Rusiyada olmuş, məsələn, işləmiş adam bilir ki, Rusiyada müxtəlif icmalar var, millətlər var, xalqlar var, toplumlar var. Bir-birinə ən çox qənim kəsilən, doğru olmayan işlərə meyillənən toplum bizim Azərbaycanlılardır, müqayisədə. Bu, etiraf olunmur, amma bunu cəsarətlə demək lazımdır. Amma o da demək deyil, mən bu toplumu aşağılayıram. Çünki elə ən böyük naqislik və çatışmamazlıq mənim özümdədir. Və bilmək lazımdır ki, valideyni seçə bilmədiyin kimi, xalqı da, mənsub olduğun milləti də sənin seçmə iradən yoxdur. Ona görə də necə arzuluyursan ki, güclü olasan, fərqlənəsən, bunu millətin içində yox, millətini millətlər içində, ölkəni ölkələr içində, yurttaşını digər ölkələrin vətəndaşları içində dəyərli etməyə çalışan fəaliyyətlər göstərməlisən. Milləti, xalqı gücləndirməlisən. Çünki başqasından yanında öz xalqını, millətini aşağılasan belə kimsə sənə yaxşı deməyəcək. Deyəcək ki, onların içindəki bizim agentimizdir, bizə işləyəndir. Ona görə də öz xalqını, öz yurttaşını, öz ölkənin vətəndaşını güclü eləyib, məhz fərqli cəmiyyətin bütün potensialını inkişaf elətdirməklə, o potensialın içərisindən çıxan gözəlliklərdən bir mədəniyyət yaratmaqla biz dünyada, bu qloballaşan dünyada var olub və həyatımıza bir anlam qata bilərik. Bu bizi qiymətli eləyər və mən hesab edirəm ki, Azərbaycanın bu sahədə istiqamətlərdə təbii ki, aqrar sahə, mədəniyyət